Necəsiz qızlar, nə var, nə yox? Bugün evdə ev usulu Sezar salatı düzəldirəm. Toyuqlu Sezar eləyəcəm eləməyinə. Amma Sezar sos almışam bir dənə belə. Toyuqlu Sezarın toyuğunu mən hazırlayıb atmışdım marazinnikə. İndi onu da çıxartdım, mikrovolnovkaya qoydum, isitdim, amma yenə də toyuqlarımız yumşalmadı. Nətər yeyəcəm onu bilmirəm. Dişimdə də briket var. Çox belə müəmmalıdır. Bir dənə çəngəl gətirmə. Deməli, toyuğu qızartmışam. Toyuğu qızartdığım yağda da, duzlu yağda. Çörək doğradım, qızartdım, suxarik elədim bunu. Bizim süfrənin belə bir sosundan istifadə edəcəm. Üstünə də biraz da pomidor doğramışam. Əslində çeri pomidor olmalıdır. Amma indi bu bizdə evdə nə var ondan Sezar salatı olduğu üçün adi pomidor doğramışam. Bir də ki, belə bir, görürsünüz, pendir rəndələmişəm. Holland pendiri. İndi sosunu qatıram birinci. Mən bunun sosunu çox olanda sevirəm. Elə bil iceberg daha çox olanda, sosu az olanda xoşuma gəlir. Çox soslu ürəyimi bulandırır, xoşlamıram. Ağzını açmıyorsun. Açıqdır. Bir iki dənə gətirərdim çəngəl. Çoxdur. Yəqin donur. Xaladeniklər daha yumşal. Atıram suxarilərini. Nə biləcəm? Neyim mən? Yenə başlamayın. Onu elə eləmirlər. İçinə falan şeyi falan vurmalıydın. Bunu belə eləməliydin. Əvvəlcədən deyirəm. Evdə nə var? Ondan Sezar salatı. İnanın ki, vallahi çox da dadlı olur. Keçən dəfə hazırladım, yedim, super dadırdı. Sonra pendir. Üzərinə də pendirimizi əlavə edirik. Getdik. O olacaq super. Doyumlu Sezar salat. Bu da mənim ev usulu salatım. Sizlərə də tövsiyə edirəm. Hər dəqiqə gedib yeyə bilmirsinizsə evdə hazırlaya bilərsiniz. Mən sadəcə Sezar sosuna pul vermişəm. Iceberg'dir. Bunlardan indi alırıq da. Uşaqlara xüsusi salat hazırlayıram mən əslində. Brokolili, markoflu zaddır. O salatın ləvazimatlarını alanda aldım iceberg'i. 40 qəpiyə nəyəm almışam. Elə pahalı bir şey də deyil. Belə. Suxari, pomidor, çeri yoxdur, ev pomidorundan eləyim. Mən belə edirəm. Bu da mənim iceberg Sezar boşqabım necədir? Bunu mamam hədiyyə almışdı mənə. Bunu sırf Sezardan ötürü istifadə edirəm. Gecədilər. Getdim də hələlik sizə digər videoları xoş izləmələr. Videomuzu bəyəndirsə bir dənə like eləyərsiniz. Özünüz bu salatdan əgər mənim videoma baxıb hazırlasanız, şəklini videomun altına kommentariyaya istəyirəm atasınız, mən də görüm. Yaxşı, hələlik öpürəm hamınızı. Mən salatımı yiyim, həm də canını açacağım. Yaxşı, bay bay, öpdüm qızlar, bay bay. Ne yaptın? Hı? Ne yiyorsun? Hoşlanırım. Yok hayır. Sizə də verim mi? Şey, Bunu skalpindən ver. Kurtu.